Salamlar hər kəsə. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən Həşimzadə Kəminəm, ingilis dili müəllimiyəm və sizlərə söz verdiyim kimi Completing the Sentences bölməsindən 100-dən sona kimi olan sualların hər birinin izahını edəcəm və bu test gördüyünüz kimi ikinci hissə topludandır. Və bundan sonra da növbəti izahımda adjective clause və onun testlərinin izahı olacaqdır. Biz ümumiyyətlə hansı ki əvvəlki videoma baxmamısınızsa mütləq şəkildə baxın. Direct and Indirect Speech Completing the Sentence bölməsi olaraq izah paylaşılıb YouTube-da. Ona baxandan sonra tətbiq olaraq bu sualların izahına baxın və mən deməzdən əvvəl zəhmət olmasa özünüz öz variantlarınızı tapandan sonra mənlə bir yerdə yoxlayın. Gəlin davam edək. Deməli, burada deyir ki, she knows və biz öyrənmişik ki, bağlayıcılardan sonra, ümumiyyətlə əvəzlik olsun, bunlardan sonra mübtəda gəlməlidir. Yəni, do, does, did heç vaxt gəlməz. Hansı halda gələ bilər? Didn't, doesn't, don't kimi olsa, hə. Burada didi çıxacaqsan, plus who'dan sonra da do'nun gəlməsi yanlışdır. Çünki burada sənin mübtədaların var. Ona görə 1 ilə 4-ə çıxacaqsan, variantın olacaq B variantı. 101-ci suala baxırsan, 101-də askdan sonra biz bilirik ki, heç vaxt that gəlməz. Bunlar getdi. Burada gəlsə də do'nun nə işi var burada? Yanlışdır. A variantında da ifdən sonra can gəlib, mübtəda gəlməyib, ona görə yanlışdır. Olacaq B variantı. 102-ci sualda ask olan cümlədə heç vaxt that olmaz. Bunu çıxdıq. Tell'dan sonra birbaşa that olmaz. Bunu da çıxırsan. Zaman uzlaşmalarına da baxmalıyıq uşaqlar. Deməli, görürsən ki, say feilindən sonra say feilin set keçmiş zamandır. İndiki bitmiş zamanın işlənməsi budaq cümlədə yanlışdır. Deməli, bu da getdi. A-nı çıxdın, C-ni çıxdın və Y-ni çıxdın. B ilə D arasında qaldın. Ümumiyyətlə yadda saxlayın ki, budaq cümlədə yesterday sözü işlənmir. Onun yerinə o dəyişməlidir. Nə olmalıdır? The day before şəklində olmalıdır. D variantı olacaq. Həmçinin də yadda saxlayın ki, say sözündən sonra obyekt əvəzliyi ümumiyyətlə tamamlıq gəlmir. Nə gələr? Mübtəda gələr. Yadda saxlayaq bunu. 103-də də askdan sonra that gəlməz çıxdın. Tell'dən sonra birbaşa that gəlməz çıxdın. Wonder'dan sonra that gəlməz çıxdın. Sonra baxırsan bura. Jane asked me, do I love? O məndən belə deyir, karameli sevdiyimi soruşdu. Askdan sonra əgər soruşursan, askdan sonra burada if bağlayıcısı yazılmalıydı. Yanlışdır. Plus do'nun burada işlənməyi yanlışdır. Köməkçi feil ümumiyyətlə nəqli cümlədə işlənməz. Do, does, did olaraq D variantı olacaq burada. Say'dən sonra mübtədam gələ bilər və zamanlarımız indiki uzlaşır deməkdir. 104-cü suala baxıram. 104-də deyir ki, Emma told that. Tolddan sonra that gəlməz. Say'dən sonra tamamlıq gəlməz. Sonra tamamlıq gəlməz D-də çıxırsan. Ask olan cümlədə heç vaxt that olmaz. Ona görə Y-də çıxırsan. Ona görə götürəcəksən C variantını. Tell'dən sonra o halda that və yaxud da to sözünüsü gələr ki, tell'dən sonra sənin tamamlığın olsun. Və ödəyür. Zamanın keçmiş, zamanın keçmiş. Bu da uzlaşmada doğrudur. 105-ci suala baxırsan, askdan sonra that gəlməz yanlış. Sonra say'dən sonra tamamlıq gəlməz yanlış. Yenə tell'dən sonra that gəlməz yanlış. Sonra baxırsan burada nəyə? Lucy said that she had had a job interview the day before. Lucy told me if she had had. Ümumiyyətlə yadda saxlayın ki, tell olan cümlədə belə deyim, if olmaz. That işlənərdi. Sual cümləsində if işlənir, if bağlayıcısı və sual cümləsində biz tell yazmarıq. Yaxşı, wonder yazarsan, asks yazarsan, yaxşı. Ona görə feil olaraq bu yanlışdır. Olacaq variantımız D variantı. Say'dən sonra that gələr, keçmiş zamanlarda uzlaşır. 106-cı sualda, deməli, warn feilindən sonra tamamlığımız gəlirsə, to'lu məsdər olmalıdır, belə deyim, infinitiv olmalıdır. A-na çıxırsan. Sonra C'də say'dən sonra tamamlıq gəlməz çıx, tell'dən sonra to gəlməz çıx, advice-dan sonra me gəlirsə nə olmalıydı? Not to it olmalıydı. Ona görə yanlışdır, yenində çıxırsan. Variantımız olacaq B variantı. 107-ci sualda she said she was tired, she said if she is tired. Said-dən sonra birinci keçmişdən indiki uzlaşmır. İkinci say'dən sonra if gəlməz çıxdı. Tell'dən sonra that gəlməz, say'dən sonra tamamlıq gəlməz, tell'dən sonra that gəlməz. Olacaq A variantı. Bəli, said-dən sonra birbaşa mübtədan gələr və zaman uzlaşır. 108-ci sualda they said they not like. Hanı bunun belə deyim
əsas feili yoxdur. Burada bir səhvlik var və yaxud da əmr cümləsinin vasitəli nitqidirsə də, burada say feili yazılmamalıydı. A-nı çıxacaqsan. Didn't ümumiyyətlə budaq cümlədə. Əslində işlənə bilər. Burada dayanaq. Dayanaq burada. C-yə baxırsan, deməli, this budaq cümlədə işlənməz. Bunları çıxdın. Və Y-də də telldən sonra that gəlməz, yenə də çıxdın. Hələ B variantıdır. Yaxşı. They said they didn't like that movie. Bəli, bu tam şəkildə doğrudur. Zamanda uzlaşır. 109-da told keçmiş, finish indiki olmadı. Sonra baxırsan nəyə? Said keçmiş, has finish indiki uzlaşmadı. Askdan sonra that heç vaxt gəlməz. Sonra baxırsan D ilə Y variantına. D-də said keçmişdi, finish indiki uzlaşmır. Götürəcəksən Y variantını. 110-da saydən sonra that gələ bilər. Yəni ola bilər burada. Sadəcə fikir ver, digər variantlarda the next day də var da. Deməli, budaq cümlədə bilirsən ki, tomorrow işlənməz. Bunları çıxdın. She told that she would call me the next day. Telldən sonra that gəlməz. Y-də də keçmiş baş cümlə, keçmiş zamanda budaq gələcək olmaz. Yenə də çıxacaqsan. Variantın olacaq D variantı. 111-ci suala baxırsan, she asked me that she would finish the report the next day. Ask olan cümlədə that olmaz. Sonra said keçmiş will gələcək olmaz. Tolddan sonra that gəlməz, yanlış. Sonra Y-də də tolddan sonra that gəlməz, yanlış. Said keçmiş, would keçmiş, mübtəda gələr. Okeydir. Həmçinin the next day də burada var. Doğrudur. Növbəti suala baxıram. Telldən sonra that gəlmədi, çıxdın. Ən tez çıxa biləcəklərimi deyirəm. Tolddan sonra him olmalıydı. Şəxs əvəzliyi gəlməz, çıxdın. Tolddan sonra obyekt əvəzliyin gəlirsə, burada to hissəciyi olmalıydı. Bu da yanlışdır. Sonra baxırsan, she said him that he had to be careful. She told him to be careful when crossing the road. She said him that he had to be careful. Belə deyim, demək mənasında yox. Belə deyim, əmr cümləsində işlənsə daha yaxşı olar uşaqlar. Yəni, yolu keçərkən diqqətli olmağını dedi. Bir növ əmr cümləsi tipdə olsa, cümləmiz daha doğru olar deyə düşünürəm. Burada C variantı olacaq. Yaxşı. Növbəti. Çünki həqiqətən də diqqətli olmalısan da yolu keçəndə. 113-də baxırsan suggest-dən. Suggest-dən sonra birbaşa to gəlməz. Bunu yadda saxla. She suggests us to visit. Suggest us-dan sonra ümumiyyətlə to-nun işlənməyi də doğru deyil. Suggest-dən sonra that işlənər. That-dan sonra amma mübtədan olmalıydı. Yanlışdır. Bunu da çıxırsan. Suggest-dən sonra ya birbaşa gerund gəlir, ya da that mübtədan və indiki zamanda olan feilin gəlir. Yəni olacaq burada D variantı. Y variantı da yanlışdır. Birbaşa visit gəlib, visiting olmalıydı. 114-cü sual. Yəni belə bir də sual verə bilərsiniz ki, mənim axı biz demişdik tomorrow sözü budaq cümlədə olmaz. Təklif mənasında bəli görülə bilər, çünki yaxın zamanlarda olan bir şeydir də bu. Ona görə tomorrow sözü burada işlənə bilir. Eyni tipdə 114-də to gəlməz. Sonra suggested that we went. Bu suggested olsa da went nə olmalıydı? Go olmalıydı. Ona görə yanlışdır. Tamamlıq burada olmamalıydı. Yanlışdır. Birbaşa gerund olmalıydı. Y-də də going olmalıydı. Go yox. Bunu da çıxacaqsan, olacaq B variantı. Suggest-dən sonra gerund gəlib və bu doğrudur. Eyni tipdə 115. Suggest-dən sonra we took. Tələsməyək ola da bilər. That olmasa da işlənə bilər. İndi tələsmirik. Tamamlıq gəlməz. Advice-dan sonra as gəlibsə to-lu feil olmalıdır. C-ni də çıxarsan. Advice-dan sonra to-lu feil olmalıdır. D-ni də çıxarsan. John suggested we take a break, that we take a break və yaxud da that we should take a break olsa daha düzgün olardı. Ona görə A variantında çıxacaqsan, cavabımız olacaq Y variantı. Çünki burada gerundumuz var. 116-da baxırsınız nəyə? B variantında advice-dan sonra not gəlib, notdan sonra to forget deyilməli idi. B-ni çıxacaqsan. Ordered not to forget olmalıdır. Bu to ilə qarışdırma. Notdan sonra da işlənməli idi. Suggest-dən sonra birbaşa to gəlməz. Bunu da çıxacaqsan. A-nı da çıx bu arada, heç ona diqqət eləmədim. Olacaq variantımız Y. Bəli, advice-dan sonra əmr edir deyə, həm də məsləhət görür deyə. Nə deyir? Deyir ki, imtahana hazırlaşmağı unutmamağı məsləhət gördü müəllim.
Burada notdan sonra to hissəciyimiz mütləq olmalıdır. 117-ci sualda he asked to stop talking during the meeting. Asked to stop olsa da yaxşı olardı. Ordered to stop ola bilər, anı çıx. Suggest-dən sonra tamamlıq gəlmir. Ordered-dan sonra tamamlıq gələrsə to-lu feil olmalıdır. Asked not to stop olardı, bu da yanlışdır. To-su yoxdur deyə. Götürəcəksən B variantını. Order-də, advice-dır. Bunlar əmr cümləsində özündən sonraki feili to-da tələb edir. Yəni məsdər formasında tələb edir. Yəni to-lu məsdər. Bir növ ingilis dilində biz ona infinitiv deyirik. Eyni tipdə 118-də ordered not to lock olacaq, anı çıx. Ask to lock olar, B-ni çıx. Want me to lock olar. C-də nəyə görə? Çünki tamamlıqdan sonra to-lu feil gəlməlidir. Mən onu izahda demişdim. Hansı feillərdən sonra tamamlıq gələrsə to gəlməlidir. D-də to-su yoxdur, yanlış. For-undan sonra that gəlməz, yanlış. 119-da askdan sonra deməli, ask keçmişdir, indiki zaman getdi. If-dən sonra köməkçi feil gəlməz, getdi. Və-yadan sonra mübtəda gəlməlidir, getdi. D variantında when-dən sonra mübtəda düz gəlib, amma bitmiş zamanın işlənməsi yanlışdır, səhvdir. Olacaq B variantı. 120-də want to know-dan sonra fikir verək. When gördüksə, when-dən sonra birbaşa mübtədan olardı, yanlış. Want to know-dan sonra that gəlməz, yanlış. Və-yadan sonra mübtəda gələr, yanlış. Və Y variantında da when-dən sonra bitmiş zaman gəlməz, yanlış. Həmçinin də uzlaşma pozulur. Çünki baş cümləm keçmiş zamandadır. I askdan sonra heç vaxt askdan sonra that gəlməz. O dəqiqə that-i çıxın. Çox vaxt when olan cümlələr də yanlış olur. Çünki bitmiş zamandan verirlər. Yeni də çıx. Askdan sonra when gəlib, amma hədin işlənməyi yanlışdır. Mübtəda yoxdur. Eyni tipdə A da səhvdir. If the teacher had announced deməliydiniz. Olacaq D variantı. 122-də askdan sonra dediyim kimi when-ə fikir verin. Yenə səhv yazıblar, yanlış. That gəlməz, yanlış. If had gəlib, yanlış və bitmiş zaman gəlib, yanlış. Cavab olacaq A variantı. 123-də askdan sonra that gəlməz, çıx. When-dən sonra bitmiş gəlib, çıx. V-dən sonra have, və-dən sonra da ümumiyyətlə köməkçi feillər gəlibsə yanlışdır. Birbaşa mübtəda ay olmalıydı. Ona görə D yerində çıxırsan. Variant olacaq A variantı. If gəlib, mübtədan gəlib, xəbərin gəlib, keçmişlə də uzlaşır. 124-də ask yadda saxla, keçmişdir. İndiki olsa çıx, ki indiki var, çıxacaqsan. Sonra V-dən sonra mübtədan gəlməlidir, yanlış. Askdan sonra that gəlməz, yanlış. Və-dən sonra mübtədan gəlməlidir, yəni D gəlməliydi, yanlış. Variant oldu D variantı. 125-də tell me gəlirsə, aha, bu qəşəng sualdır. Deməli, bunu nə ilə yadda saxlayın? Əgər cümlənin sonunda söz önü varsa, fikir verirsiniz. Deməli, bu nəyə əvəz edib? Bu tamamlığa aid olan bir sualdır. Və tamamlığa aid olan bir sualda who-dan sonra mütləq mübtəda gəlməlidir. Yəni, biz burada izi çıxacağıq, 3-ü götürəcəyik. Əgər cümlənin sonunda gördüyünüz kimi belə deyim, söz önü yoxdursa, deməli, bu nəyə aid sualdır? Mübtədaya aid sualdır. O halda who-dan sonra birbaşa bizim nəyimiz gəlməlidir? Əsas feilimiz. Yəni, 1-lə 3-ü götürəcəksən. Tərcümə də edirəm, daha aydın olsun. Zəhmət olmasa kimin niklə dava elədiyini mənə de. Zəhmət olmasa kim nik ilə belə deyim, dava edir, onu mənə de. Birdə tamamlıqdır, ikincidə artıq mübtədaya aid bir sual idi. Yaxşı, keçid edirik. 126-da let me know-ya fikir verirsən, eyni tipdədir. Sonda söz önlər var. Deməli, who-dan sonra birbaşa mübtəda gələr, 3 doğru. 4-ü çıx. Sonra cümlənin sonunda söz önü yoxdur. Deməli, bu mübtədaya aid sualdır. Who-dan sonra əsas feilin gəlib, 1 doğru. 1-3 olacaq. Niyə 2 doğru olmadı? Həmişə yadda saxla. Whom-dan sonra və şagirdlər qarışdırır. Və-yadan sonra mütləq və mütləq bu dərsdə mübtəda gəlməlidir. 127-də bax. Do you know deyir. If-dən sonra affect-si effektlə qarışdırmayın. Traffic daily life. Traffic belə deyim. Affects daily life olmalıdır. Mübtəda ilə xəbərin yeri dəyişməlidir. Effekt olsaydı doğruydu amma. Deməli, B-ni çıx. Why-dan sonra does, when-dən sonra has və və-dən sonra did gəlməz. Variantım oldu A variantı. Askı gördün, avtomatik dəti çıx. V-dən sonra köməkçi feil gəlməz. Why-dan sonra did gəlməz. When-dən sonra bitmiş gəlməz. Avtomatik A variantını götürəcəksən. 129-a baxacaqsan.
129-da askda gördüyün keçmiş zamandır. İndikini çıx. Sonra when'dan sonra why'dan sonra had gəlməz çıx. When'dan sonra did gəlməz çıx. Okay. Zaman uzlaşmasına baxırsan, ask keçmiş zamandırsa, keçmişlə uzlaşır. D variantını götürəcəksən. 130-cu suala baxırsan, Lara suggested going deyir. Deməli, burada nədir? Gerund gəlməsi okeydir əslində. Biri götür. 2-də suggest you to do it. Bu da yanlışdır, çünki to'lu feil gəlib, yanlış. Ümumiyyətlə, suggest olan cümlədə to olmur uşaqlar. Lara suggested that gəlib, mübtədan gəlib, should'dan feil gəlib. Bu da doğru. 4-də suggestdən sonra gerundun gəlib, yanlışdır. 1-3 olacaq, Y variantı. 131-də dediyim kimi suggestdən sonra gerund gələ bilər, tamamlıq gəlməz. That we should go deyə bilərsən. We go deyə bilərsən birbaşa, amma tamamlıq da gəlməz, to'lu feil də gəlməz. 1-2-5 olacaq, Y variantı. 132-də bir doğru, sonra eyni tipdədir çünki gerund gəlib doğru. Çünki niyə? Recommended me deyir. Recommended də eyni tipdə suggest kimidir də uşaqlar. Yəni, burada tamamlığın olmaması daha yaxşı olar. Və bu da yanlışdır. Ya that'dən sonra adi sadə cümləm gələcək, ya sadə cümləm olacaq, ya da birbaşa gerundum olacaq. Burada da 1-2-5 olacaq. B variantı. 133-də I asked the assistant for a receipt. Olar. Olar mı? Bəli, çünki canlı isim gəlirsə askdan sonra for deyəcəksən. The librarian asked me turn. For olmalıdır burada, çünki xahiş eləyir. Yoxdur, yanlışdır. Linda asked me to look after her luggage. Ola bilər. Bəli, burada da xahiş eləyir deyə söz onu olmalıdır. 4-dəki problem odur ki, not yazıb, amma notdan sonra tonun işlənməməsi yanlışdır. 1-3-ü götürəcəksən. Yəni, buradan belə bir qayda çıxardaq ki, əgər askdan sonra xahiş mənasında canlı isim gəlirsə, nə olmalıdır? Gəlməlidir ondan sonra for. Əgər askdan sonra cansız isim gələrsə, burada diqqət. Deməli, onda cansızdan sən əvvəl for yazmalısan. Misal üçün deyirəm, ask for help, amma deyəcəm, ask me for help. Yaxşı? Yəni, canlı ismin gəlib, əvəzliyin gəlirsə, birinci ol, sonra for yazacaqsan. Deməli, 134-də baxacaq. 134-də deyir, she said that I should try. Suggested me going, birinci bu yanlışdır, bunu çıxdıq 4-ü. She said that I should try harder. Ola bilərmi? Bəli, ola bilər, doğrudur. 2-də tell'dan sonra birbaşa mübtədan gəlməz. Yəni, told me olmalıydı. 2 yanlış. Suggestdən sonra that gəlib, mübtədam gəlib, xəbərim gəlib. Bu da doğru. 1-3 olacaq, B variantı. 135-də suggestdən sonra that'in gəlməsi doğru. Mübtədam və should go-lu feilin gəlməsi doğru. Say'dən sonra tamamlıq gəlməz, yanlış. Suggestdən sonra tamamlıq gəlməz, yanlış. Birbaşa gerund gəlməlidir. 4 doğrudur, D variantı. 136-da recommenddən sonra that'in we should'un gəlməsi və take'in sadə feilin olması doğru. Nə olsun ki, fikir verin, keçmiş zamanda recommended. Tələbi odur ki, that'dan sonra ya should take ya da sadə indiki zamanda feil gəlməlidir. Tell'dan sonra that gəlməz, recommenddən sonra tamamlıq gəlməz, yəni birbaşa ing-li feil gəlməli idi. Və burada gəlib deyə biz 1 və 3-ü doğru götürürük. C olacaq. 137-də aska baxırsan. Bayaq dediyim kimi, üzülürsən, səsim batdı. He asked to close the window. İstəyir ki, xahiş edir ki, pəncərəni bağlasın, olar. Ask not to close olmalıdır, to'su yoxdur, yanlışdır. Sonra, askdan sonra he suggested to close niyə görə olmaz? Çünki suggestdən sonra to işlənməz, 3 də yanlış. Burada nə deyir? Məndən xahiş edir, bəli, canlı əvəzliyimiz gələ bilər. Ona görə B variantını götürəcəksən. 138-də suggestdən sonra gerund gəlib, doğru. Suggestdən sonra that we have gəlib, doğru. We should have də ola bilərdi. Burada 3 yanlışdır, having olmalıydı. 4-də də to'lu feil olmaz, yanlış olacaq, A variantı. 139-da suggested trying olacaq, 1 yanlış. Suggested that we try, 2 doğru. Ordered to try olmalıydı, yəni gerund olmaz. Çünki gerund gələnlər hansıları idi? Advice idi, recommend idi, bir də suggest idi. Order o siyahıda yoxdur. To'lu feil olmalıydı. Bəli, 4 doğru, recommenddən sonra gerund gəlib, doğru. Və 5-ə də baxırsan, bu da doğruya oxşuyur. Çünki mübtədan gəlib, should'lu feilin gəlib.
Bu da doğrudur, olacaq D variantı. Sonlara doğru yaxınlaşırıq. Dediyim qayda bayaq buydu. Askdan sonra canlı ismin gəlib, sonra yəni də əvəzliyin gəlib, for gəlib, doğru, xahiş eləyir. Deməli, little boy asked, xahiş edir axı ona şirniyyat versin. Burada for işlənməli idi, 2 yanlış. Askdan sonra cansız ismin gəlib, for askdan sonra işlənməli idi, işlənib. Amma gördüyünüz kimi 4-dən yenə for işlənməyib. Yəni asked for a copy of letter olmalı idi. 1-3 olacaq. Sonra növbəti hissəyə baxıram balalar. Ask deyirsə, askdan sonra for me olmaz, me for olmalı idi. Bunlar yerini dəyişməli idi. Askdan sonra me gəlibsə to give olmalı idi. Askdan sonra gerund gəlmir. Əgər xahiş eləyirsə burada for işlənməli idi. Bu da yanlış. Asked me to give olardı. Yəni burada yenə sözünün yoxdur, yanlış. Bax dediyim kimi Y variantıdır. Me for nə istəyirsə onu da yazır. 142-yə baxırsan, C-də fikir ver keçmişdi. Aha, keçmişdi və fikir verirsən ki, budaq cümlədə yestədə işlənməz. Bunları çıxırsan. Keçmiş indiki ilə uzlaşmır. C-ni çıxırsan. Sonra burada şagirdlər nəyə fikir verməyib? Today'a fikir verməyib. Today də budaq cümlədə işlənmir. Əvəz olunmalıdır that day sözü ilə. Yəni olacaq Y variantı. Və son olaraq 143-cü sual. 143-cü suala baxırıq. Tell'dan sonra birbaşa that gəlməz. Aynen B-ni çıx. Zamanım keçmişdi. Ona xüsusilə fikir ver. Mütləq fikir ver. Həmişə analiz elə. Deməli, feilim hansı zamandadır? Ondan uzlaşmalıdır. Yaxşı, bir dənə suggest-də fikir ver ki, orada recommend, suggest, advice. Bunlarda dəyişiklik ola bilər. Amma normal hallarda budaq cümlədə sən uzlaşmaya fikir verməlisən. İndi told keçmişdirsə, təbii ki, sən burada is going-i də çıxacaqsan. Sonra D ilə Y arasında qaldın. Tomorrow sözü budaq cümlədə işlənməz. Bunu da çıxacaqsan və variantın olacaq Y variantı. Belə şagirdlər, ümid edirəm ki, növbəti izahı da çəkməliyəm deyə biraz tələsik danışdım. Amma özünüz belə deyim, sürəti istəsəz azalda bilərsiniz. Məncə hər birimiz üçün çox faydalı bir izah oldu. Çoxdan da gözlənilən bir izah idi. Çox uzatmadan videonu sonlandırıram. İnşallah növbəti videolarda görüşənədək. See you, take care.